xanım Neftçala rayonundan gəlib. Əslində xanımın oğlunun başına gələn, belə deyək də, onun əhatəsi onun oğlunu çox pis bir duruma salıb. Nədir oğlunun əhatəsi? Onun oğlu içki xəstəsidir. Yəni, oğlunu xilas edə bilmir. Gəlib bizdən imdad istəyir ki, ekspertlərlə birlikdə biz onun oğluna kömək eləyək. Oğlumu mənə qaytarın deyir. Oğlum ayılmır heç vaxt. İçki abidəsidir. Biz onun oğluna necə kömək eləyə bilərik? Biz yox, daha doğrusu həkimlər kömək etməlidir. Siz oğlunuzu gətirmişsiniz? Hə? Gətirməmişəm, evlidir. Neçə yaşı var oğlunun? 34. Nə zamandan içki abidəsidir? Elə binadırdan içir. 18 yaşına bəri içirim görürsün. İndi mikrofonla. Sözümə baxmır. Gelir orada işləyir, burada işləyir. Ancaq verir içkiyə. Ailəsi də dağıldı, içkinin üzündən çıxdı getdi. 18 yaşına əgər başlayıbsa bu uşaq istəmək, vaxtında düşmək. 34 yaşında. 34 yaşında. Axı bu qanına işləyib içki. Bu əvvəl Meyli xanım, əvvəl az içirdi, çox içmirdi. Bir sözümə də baxırdı. İndi bunun ailə qurdum, buna 2 oğlu var. Bu özü deməli 10 il üstündə özü bu çox içkiyə çox vuruşandır. Orada gedir işləyir, özü bir yerdə işləmir, fəhərlə işləyir. Mən özümdür, ıstalovalarda neçə ildir, 40 ilə yaxındır özüm ıstalovalarda povur işləmişəm, pavyon işləmişəm. Mən başqa cür başa düşdüm, mən elə bildim ki, sizin özünüzün səhhətinizlə bağlı problem var. Özünüz də bilirdim amma oğlunuzla bağlı, amma bu könüllülük prinsip əsasında baş verən bir məsələdir. Heç kimsin oğlunuzu zorla aparıb orada müalicə etdirə bilməz. O gərək içindən, düz deyirəm, özü də onu istəməlidir. Bizim də verilişimizdə belə bir prosedura yoxdur ki, mən kimsə çıxardım evdən, aparım zorla xəstəxanada müalicə etdirim. Sizin oğlunuz əgər könüllü sizlə birlikdə gəlib bizim studiyamızda bizdən kömək istəsə, biz onu həyata keçirə bilərik. Başqa bizdə belə bir prosedura yoxdur. Çox təəssüf edirəm. Bəli. Mən rus dilində deyəcəm, bывших narkomanov и piyaniç не bывает. Elgiz bəy çox düz dedi. Özü istəməsə, özü boğaza yığılmasa, özü imtina eləməsə, nə narkomanlar, nə piyanistkalar bu yoldan dönmürlər. Aydındır. Bir dəqiqə, xanım, yəni özü gəlsə sizlə biz kömək eləyərik. Və mən çox... Kişi var. Təbii ki, bu haqda mən danışmaq istəyirəm. Verin mikrofonu, zəhmət olmasa Allah köməyiniz olsun. Demək, bizim keçən dəfə mən bəzi məsələlər ətrafında danışdım. Xüsusilə də bu bizim ətrafımızda baş verən qeyri-adi hadisələr haqqında danışılır, çox yazılır və bu insanlardan çox böyük maraq doğurur. Məsələn, elə hadisələr var ki, elm acizdir bu məsələnin cavabını verməkdə. Elm acizdir. Mütəxəssislərə müraciət edirik, deyirlər ki, vallah, biz ekstrasensə də bir məsləhət eləyin də. Vallah, bunu hərdən bizim həkimlərimiz deyir. Mən bunu qəribçiliyə salmıram onların bu sözünü. Təbii ki, yəni, ona da müraciət eləyək, buna da müraciət eləyək. Çalışaq ki, bizə müraciət eləyən insanlar, yəni, razı qalsınlar, onların xəstələri müalicə olunsun. Bax, bizim studiyamızda adam var. Mən indi barmaqla belə göstərməyəcəm ki, bax, bu kişidir, ya bu xanımdır. Bu insan... Öz, məsəl üçün, dayanır, kimlənsə söhbət etdiyi adamın arxasında heyvan görür. Çox qəribədir. Bəli, heyvan görür. Məsəl üçün, Afət xanımla danışırsa, elə bil ki, Afət xanımın arxasında hər hansı bir heyvan elə bil ki, bu kişiyə baxır və ona müxtəlif, məsəl üçün, hərəkətlər, jestlər göstərir. Bu adamın başını, məsəl üçün, göstəriblər, o tomografiya deyirlər, bax, o da olunub, həkimlərə, mütəxəssislərə, Moskva, Vilnius, İstanbul qalmayıb, bütün dünyanı gəzdirirlər, cavabı yoxdur. İndi adam bizə müraciət edir ki, mənə kömək eləyin də. Çox qəribədir. Aha. Onlarla formaları var. Məncə bu ağır formasıdır. Ancaq şizofreniyanın formasıdır. Müalicə oluna bilmir. Adam çox əziyyət çəkir. Sonra, məsəl üçün, evlərində çox qəribə, özlərindən başqa bu adamların evlərində kimlərsə yaşayır. Və ailənin 500-ü var, bunlar hiss eləyirlər. Hətta deyir, biz yemək yiyəndə oturmuş hiss edir ki, bizdən başqa adam oturublar bunlar. Düzdür, indi süfrəyə qoyulan o neymətləri bunlar tükətmirlər. Amma hiss eləyirik, nəfəslərini hiss eləyirik. Artıq belə bir vəziyyət yaranıb ki, bunlar alışıblar bir yerdə yaşamağa. Hətta mən bunlara sual verdim ki,
Əgər siz artıq öz həyatınızla barışmısınızsa, alışmısınızsa, bəs niyə belə narahat olursunuz? Deyir, hər halda istəyirik də, kimsə gəlsin, bizə kömək eləsin, bizi bu məsələdən xilas olmaqda bizə yardımcı olsun. Və çox gənc ikən qocalma məsələsi. Bu haqda mən internetdə araşdırma apardım və bu yəni çox nadir hadisə deyilmiş. Bəli, belə bir xəstəlik var. Belə bir xəstəlik var və bu xəstəliklə mübarizə aparmaq olur. Mümkündür. Və bizim indi qonaq otağında 3 ailədir. Bunların uşaqları, yəni ikisinin uşağı belə bir xəstəliyə düçar olub. Uşaqlar 10 yaşında elə bir ki, qocalırlar. Yaşlarından artıq görünürlər və bunlar müraciət elədilər. Bizə dedilər ki, biz eşitmişik ki, xanım, xalq təbabəti ilə məşğul olan Ayda xanım, Gürcüstandan gələn Ayda xanım bizim verilişimizdə keçən mövsümdə olmuşdu. Onu xahiş elədilər. Biz də Gürcüstana zəng etdik, xahiş etdik. Ayda xanım, mən studiyamıza dəvət edirəm. Ayda xanım, buyursun, gəlsin. Vanga xanım, çox təşəkkür edirəm. Vanga xanım neydi? Ayda xanım, çox üzr istəyirəm. Sizi belə təqdim edirlər, valla. Demək, xalq təbabətindən məşğuldur xanım və uşaqlar var orada, 3 uşaqdır. Bu ailələr çox xahiş elədilər bizdən ki, bəs o qadını xahiş edirik, Gürcüstandan gətirdirin, bu uşaqlara baxsın. Mən də təşəkkür edirəm sizə, çox sağ olun ki, bizim səsimizə səs verdiniz, gəldiniz. İndi hər halda ümid yeri varsa əgər, insanlar ümid göstərirlər də, sizə inanırlar. Baxarsınız bunlara. Amma mənə bir şey maraqlandırır. Bu tilsim, sehirlə bağlı 80 yaşında bir kişi var bizim studiyamızda. Bu adam tilsim oxumaqla məşğuldur, sehir oxumaqla məşğuldur. Hə? Tanıyırsınız? Bir dəqiqə. Əzim, 21-ci əsrdə yaşayırıq. Görün nəyə inanırsınız. Onu, amma ona ehtiyacı olan insanlar var. Vətəndaş da müraciət ediblər. 50 ildir bir kitab saxlanılır bunların evində və onlar iddia edirlər ki, bu kitab onların bütün həyatını dəyişir. Mən də dedim ki, dəyişir, aparın tulluyun. Niyə atmırsınız, niyə saxlayırsınız onu? Çox qəribədir. Dedilər, yox, bir dəqiqə gözləyin əmi, indi mən sizi dəvət edəcəm studiyamıza. Kişinin yaşı çoxdur, amma kişi çox bilir. Özdə İkram müəllimi şəkilidir. Ona görədir da, ona görə. Yəni ki, o kömək eləyə bilər bu ailəyə. Ya, indi baxanda bilirəm ki, odur. Bəli. Analar ondan doğmayıb hələ, baxanda bilir. Çox gözəl. Ayda xanım, bu sir, sehir, ümumiyyətlə, bax, bu ilə sizin münasibətiniz məsələyə necədir? Çoxları sizi vanga, yəni tilsimkar kimi də belə qələmə vermək istəyirlər. Xeyr, mənlik deyil. Mən elə şeylə yox, ancaq mən epilepsiya, sudurqan uşaqlar, sinir pozğunluqları, gözlərinə görünmələr. Xalq təbəbəti yolu? Bəli, xalq təbəbəti yolundan ancaq onları müalicə edirəm. Bir də bəlkəmdə belə problem, hər bir şey qorxudan olan xəstələr, stres keçirən xəstələr, bunları müalicə edirəm. Əsasda bu stresdən gələn xəstələrin çoxunu beynlə əlaqədardır da bunların xəstələri. Amma aydındır. İndi Ayda xanım o kutu məsələsi var. Deyirlər ki, bu Ayda xanımı da soruşun ki, hansı ki bu həyat dəyişə bilər, insanın bütün həyatını məhv eləyə bilər. Sizcə belə şeylər var ümumiyyətlə? Valla mən inanmıram, nə də bilmirəm. Nə inanmırsınız? Nə? Mən bilmirəm. Onda zəhmət olmasa sizi biz o xəstələrin yanına aparaq, icazə versəydiniz əgər. Gəlin zəhmət olmasa orada uşaqlara siz baxın, görün kömək eləyə bilərsinizmi? Bu qocalma ilə bağlı bu çox dəhşətli bir şeydir.
istəyirəm Elgiz bəy. Mən indi xəstəxanaya istəyirdim, gedim Kübra xanımın yanına, gecə olmadı. Çox gözəl. Biz oradan Kübra xanımın yanına gedin və biz oradan... Mən bir daha sizə öz təşəkkürümü bildirmək istəyirəm, şəxsən sizə və eləcə də ailəsin, bütün işçilərinə, eləcə də Vahid bəyə öz təşəkkürümü bildirmək istəyirəm ki, imkan yaratdı ki, mən burada çıxdım, sözümü dedim. Eləcə də mən təşəkkürümü bildirirəm bizim teatrın rəhbərliyinə, Mübariz müəllim Həmidova ki, o həmişə nəzarəti altında saxlayır Kübra xanımı. Eləcə təşəkkür edirəm Nübar xanım sizə, hər bir kəsə təşəkkür edirəm ki, Kübra xanımı sevirsiniz və belə narahatsız olun üçün. Çox sağ olun hər şeyə görə. Bizim kollektiv doğrudan da o kadar güzel kollektifti. Her şey başçıdan əmələ gəlir də. Hər zaman Kübra xanımı dəstəkləyirik, hər zaman gedirik. Bax, elə dünən də biz cavan Təminə xanım da oradaydı. Biz də yığışdıq tamaşadan sonra. Gittik Kübra xanıma dəydik və təşəkkür edir ki, hər kəs, siz insan xəstə olanda istəyir də dostlar, tanışlar, hər kəs gəlsin, yad eləsin. Ona görə də təşəkkür edir hər kəs onu yad eləyənə. Bilirsiniz, amma kollektiviniz doğrudan da yaxşıdır. Hamısı bir-bir gedir, dəyir. Mən Kübra xanım, bilirsiniz də necə gözəl rollar oynayıb. Ona efir vasitəsilə bir daha deyirəm, ona can sağlığı versin. Tezliklə qayıtsın, bir yerdə də tamaşaları oynayar. İnşallah, inşallah. Amin. Təşəkkür edir. Biz sizlə əlaqə yaradacağıq. Bizə xəbər verin Kübra xanımdan. Yaxşı, çox sağ olun. Kübra xanım, mən səni çox sevirəm. Gəlirəm indi yanına. Çox sağ olun, var olun. Bir şey haqqında danışmaq istəyirəm. Burada demək o adam, o şəxs, yəni o başına gələn hadisə ilə bağlı, onların ailəsinə təqdim olunan, nə bilim, nə idi o? O qutu ilə bağlı burada bizə müraciət elədi. Bu kişi, məsəl üçün, o yaşında gəlib ki, kömək eləsin. Fərqi yoxdur. Onun missiyası özü gözəldir. İndi bu kişinin oturub evdə, düzdür, pürrəngi çay qabağında, çay içib televizora baxan vaxtıdır. O boyda yolu gəlib, bildiklərini, eşitdiklərini bizə danışmaq istəməsi, biz bunu qiymətləndirək. İndi fərqi yoxdur, indi hansı formada danışacaq, necə danışacaq, laf belə əsası olmasa da, kişinin özünün missiyasının özü gözəldir. Dəstək çıxmaq istəyir, bunun nefis düzdür. İndi biz onu dinləyərik, danışdırarıq, görək bu kişi neçə ildir, məsəl üçün, bu məsələlərlə məşğuldur, təcrübəsi nə qədərdir, deyirlər, amma çox bilir, adam çox bilir. Və indi biz sənlə danışacağıq. Bu arada biz rejissor haqqında, daha doğrusu filmlərin çəkilişində çox böyük fəaliyyəti olan şəxs haqqında danışdıq, anons xarakterli sizə məlumat verdik. Amma biz o insanla yaxından tanış olmadıq və mən bilmək istəyirəm ki, kişinin dərdi nədir? Siz harada yaşayırsınız? Elgiz var. Bəli. Xahiş edirəm, mənə icazə verin. Buyurun. Sizə təşəkkürüm bildirim ki, mənə diqqət yetirdiniz. Buyurun. Həm bir də qadınlarımızı, bu studiyada olan, işləyən qadınları, mən gül vermişəm afətə. Yəni, bu gül çiçək hamısına aiddir. Studiyada işləyənlər, oturanlar, ekspert. Sizi təbrik edirəm. Xanımları. Bayram münasibəti ilə. Çox sağ olun, buyurun. Çox sağ olun, can yandırırsınız. Mən özüm efirdə çox baxıram sizə. Nüşabə xanım, Mehriban xanım. İkram müəllim, Flora Kərimova. Nə qədər siz əsəbləşirsiniz, üstlənirsiniz, iş görürsünüz. Mikrofon yaxındır, zəhmət olun. Çox belə, çox. Mən valla sizə ürəkdə, mən özüm tamaşa edirəm, ağladırsınız cəmaatı, güldürürsünüz cəmaatı. Elgiz mən, bu ana Tereza, Afət xanım, ana Afət. Mən sizə arzu edirəm, Nobel, siz Elgiz mənim, siz ata kimi bütün cəmaata nə qədər can yandırırsınız. Allah ömrünüzü uzun eləsin. Tamaşaçı kimi sizə mən çox minnətdaram. Çox sağ olun, var olun. Təşəkkürlər. O ki qaldı mənə, mən bura şikayətə gəlmişəm, xahişə gəlmişəm. Mən həyatımda 3 etap əlamətdar günlər, həyatımda əlamətdar vaxtlar olub. Əskərliyim, daxili qoşunlarda Sibirdə, kinostudiyada Azərbaycan filmdə 40 il işlədiyim kinostudiyada, 5 il bu 40 ilin Qarabağdakı müharibədə kino lentinə çəkilməsində mən iştirak eləmişəm.
Azadlığa gedən yollar filmi, Şəhidlik zirvəsi filmlərində 70% Azadlığa gedən yollar filminin 70% mənim çəkdiyim materiallardır. Talış kəndinin, Gülüstan kəndinin alınmasında şəxsən tankın üstündə hücuma gələn əsgərlərimizi çəkmişəm. Güllə belə. Söhbət ondadır. Buyurun. Anlayanlar, yəni siz təbii ki, bunları dediklərinizi gənc nəsil üçün deyirsiniz. Bunlar biz bilirik, lap yaxşı. Siz çox sağ olun ki, bax, bu qədər iş görmürsünüz, fədakar olmuşsunuz. Amma niyə siz pişiklərlə qalırsınız? Niyə siz 25 il, niyə siz birinci evliliğinizi qoyaq? Mənə bilsinə maraqlı, mənə siz ata kimi maraqlısınız. Sənətkar kimi, hər kəsin öz işinə görə sənətkar, ata kimi. Mən özüm təqdim edim. Axı siz qayğıkeş insansınız, axı siz səmimi insan, sadə insansınız. Sizin kimi bir ataya şəxsən mənim ehtiyacım var, başa düşürsünüz? Çox sağ olun. Yəni ki, siz o... Üçüncü əlamətlər hadisə, mənim ailə qurmaq hadisəm olub həyatımda. Ailə qurulandan 5 il sonra aramızda təsdiq olunmuş nikaha mənim keçmiş arvadım xəyanət etdiyinə görə ondan ayrılmışam. Mənə xəyanət eləməyib, nikaha xəyanət elədiyinə görə. Məşuqam olsaydı başqa məsələ. Detalları var mı? Aha, birinci həyat yoldaşından ayrıldınız. Mən evi qoydum, çıxdım, getdim. Çünki mən uşaqlıqdan bizə eşidirdim, ağsaqqala deyir ki, kişi o evdən o vaxt gedər ki, arvadı ona xəyanət eləsin. Mən də evdən çıxıb getdim. Getdim, ev tutdum, ailə qurdum. O da qonşunun, həyətdəki qonşuya ələ getdi. O kişi də 2 uşaqlı arvadını qovdu evdən. Aydındır. Demək, siz ailə qurdunuz ikinci dəfə. Mən ikinci dəfə 90-cı ildə ailə qurmuşam. Bu 25 ildir ki, mən o qadınla yaşayıram. Onun bir otağı var, 2 qızı var. Orada bir Qafqazlı kimi mən o evdə yaşaya bilmərəm. 2 qız olan yerdə. Özü arvadın, yoldaşımın həyat yoldaşım. Çünki 5 illə həyat yoldaşım. 25 illik həyat yoldaşım. 2 qızı var, onları mən böyüdmüşəm. Çünki yoldaşım aeroportda işləyir. 12 saat işlər. Onların məktəbə gedməsini, ütüləməsini, paltar formalarını, səhər yeməklərini, rəqs aparmışam. Ali savadlıdırlar ikisi, biri doktoranturda oxuyur. O birisi də İngiliz dili, Alman dilini bilir. Siz olan analarla ailə quranda neçə yaşları var? Nikahımız var. Bunların neçə yaşında? 7-8 yaşındaydılar. Yaxşı, şimdi siz onları atalı böyütmüşsünüz. Niyə onlara sahib çıxmırlar sizə? Bir dənə, onlara sahib, mən yaşayıram yoldaşımla. Evdə yer yoxdur, mən orada yaşamam mümkün deyil, bir otaqlı mənzildir mikrorayonda. Mən özüm bağça düzəlmişəm, bağçada ev tikib orada qalıram. Evindən daxma tikib, belə də daxma. Siz onu ev deyirsiniz? Evdə, neysə də, ben niyə gəlmişəm? Neysə eləməyək də, sizin birinci nikahınızdan, yaxşı, sizin nə olub da, həyat yoldaşınızda nə olub, birinci həyat yoldaşını danışır. Axı sizin nə boyda oğullarınız var, vəzifəli yerdə işləyirlər. Axı sizin ehtiyacınız var hal-hazırda. Övlad qayğısına, düzdür? Bayramlarda siz evə gəlib istəyirsiniz, qalbağınızı qızınız, oğlunuz, gəliniz sizə qulluq eləsin, düzdür? İkinci dəfə kim başqasının, məsələn, başqasını xoşbəxt elədiniz bir xanım kimi. Onun başqasından dünyada dəfədə uşaqlara siz qulluq elədiniz, onları böyütdünüz, oxutdurdunuz və siz niyə kiminsə həyətində, bağında qalmalısınız? Butkada qalmalısınız, pişiklərlə bir yerdə. Niyə demirsiniz? Niyə demirsiniz bunları? Mən evimə gəlirəm, çünki mən şəratım. Mən polis işçisi, sahə müvəkkili məni qoymur evimə gedməyə. Ay zaman, hə? Rafael mən... Çünki mən tək qeydiyyatdayım, mənə tutulub evimə əlimdən almaq istəyirlər. Pulunu almaq, sökülür də Sovetskdədir mənim. Bu saat sökülür, mən niyə gəlmişəm bura? Mənim bu gözümdə katarakt da var. Mənə həkimin, bana telefonu da var. Həkimin mənə deyib ki, bu ay mən əməliyyata gedməsəm, kör olur bu gözüm. Mən buraya gəlmişəm xahişə ki, mənim evimi kim sökür? Mənzil istismar sahəsində mənə deyiblər ki, investor sökür bizim tərəfi. Çünki biz Abdullah Şaiq, Berx Nağoyla. Bir dəqiqə çox üzr istəyirəm. Siz birinci nikahdan olan neçə uşağınız var idi? 2. Neçə yaşları var onların? Onlar ailəlidirlər. Mən onların istəmirəm onlar barədə. Çünki yaxşı deyil onlar. Ailəsi var, zadı var onlar. Mən xahiş edirəm ki, mənim evimiz indi kim sökürsə söksün. Mən gedim bu yaxınlarda. Elgiz mənim, mən o qardaşı başa düşdüm. İndi özünə məxsus xəstəliyi var, gözü, ümumiyyətlə psixologiyasında var. Çünki ağırlıqda mən qala bilmərəm. Amma
Onun oğlanların adının çəkilməsi, Yox, ya onlar çəkmir, bizə heç bir estağfurullah. dəxli yoxdur. Nə mənada Mən deyirəm, anladım mən ki, deyim o qardaş gəlib bura Sovetskidə olan evinin tələbini eləməyə. Və salam. İndi bir məsələ var da. Mən buyurun. Mən heç nə istəmirəm. Elgiz müəllim, bu mən baxıram ki, indi bu özünün keçdiyi həyat yolunu danışdı. Aha. Amma indi baxırsan ki, o keçdiyi həyat yolda bir qəpiklik həyat yolu olmayıbdı bunun. Şəxsi həyatında. Şəxsi həyatında da, ondan sonra elə əmək fəaliyyətində də. Aha. Niyə? Niyə? Neçə yaşınız var sizin? 73. Yaxın. 73 yaşında 73 ki, yaşım Sovet hökumətinin vaxtında hələ müstəqillik əldə eləməmişdən qabaq, bu o qədər məsuliyyətsiz, o qədər səhlənkar adam oldu ki bu. Bu, heç yerdə, işlədiyi yerdə növbəyə durub ev almayıbdı. Bir özünə ev bir yerdə qaratmayıbdı. Heç fikirləşməyibdi ki, balam, buna ev lazımdır. Bu o qədər aciz adamdır ki, bu yaşda adam gərək həyatını elə quraydı ki, uşaqlarını elə tərbiyə eləyəydi ki, onların üstündə elə dayanaydı ki, bugün onun bura gəlməsi ayıbdır, acizlik əlamətidir bu. Bu acizlik əlamətidir. Bunu indi gör, bu çox aciz adamdır. Yəni bu 73 ildə nədən ötürü yaşayıb bunun xəbəri yoxdur. Nə eləyibdir bu? Heç nə əldə eləməyib. Özgəsinin qızını böyüdüb, o qızlar da büyün buna baxmır. Baxmırlar. Özünün doğma oğlu var, onlar da büyün buna baxmır. Yəni bir mənasız, məzmunsuz həyat keçiribdir bu. İndi gəlib acizləşib, indi deyir ki, mənim evimi mənim əlimdən almaq istəyirlər. Məni sahə inspektoru evimə getməyə qoymur, bircə mən orada qeydiyyətdəyəm. Bunu açıqlamır ki, bu nə istəyir, o hansı evdir. O qadın ki, deyir ki, mən gedib o qadının evinə girmişəm, o ev o qadınınkidir, yoxsa bununkidir, o qadın uşaqları ilə gəlib bunun bu bir otağına giribdir. Yəni, bu izah eləyə bilmir ki, nədə. İndi qoy desin, görək, bu sahə inspektoru bunu niyə qoymur evə, bu hansı evə qeydiyyatdadır, kim bunun evini satdırmaq istəyir, o izah eləsin, biz başa düşək ki, buna hansı yolu göstərək. Hansı evini satdırmaq istəyir? İkram mənim, bu mənim mənzilimi, Abdullah Şahili olan mənzilimi, mənə kino studiyada Adil İskəndərov 73-cü ildə bina tikdi kino işçiləri üçün. Mən də o binadan kommunal mənzil aldım. 5 otağını 3'ü bir ailədə, 2'si bir ailəyə verdilər. Biz oranı dəyişdik, getdik. Bu ev mənimdir, mənim kupçumda var. İndi siz harada yaşayırsınız? Bu keçmiş arvad mənim evimə qeydiyyatı düşməyib. Onun atasının kooperativ mənzili olduğuna görə, onun da atası konfliktli olub, nəysə. O uşaqları da özdə evimə yazılmayıb. Uşaqları da yazıb atasının evinə. Mənim evimdə qeydiyyat olmuş. Sonra ki, həyətdəki kişiyə ərə gedib, uşaqları yazdırıb onun evinə, özü də yazılıb onun evinə. O mənim də evimi kirayə verirdi. Məndə bütün sərəndlər var, bax, burada gətirilmişəm. Yox, indi demək istəyirəm ki, mən sahə müvəkkili mənə şər atıb, böhtan atıblar. Niyə? Nə böhtan? Böhtan müxtəlif cür olur. Mən gəlmişim, mənim evimi 2000-ci ildə mən kup çaldım. 2003-cü ildə onları evdən çıxartdırdım. Məhkəmə yolu ilə. Uşaqlarımı ailəm, çünki evimə qeydiyyatda deyirlər. Qeydiyyatda o bursi mənzildədir. Onları məhkəmə yoluna çıxartdırdım. Gəldim, 3 ay yaşadım. Bunlar daş atırlar, suyumu kesirlər, qazımı kesirlər. Qoymadılar yaşamağa. Bu həyat yoldaşımı indiki. Qoymadılar yaşamağa. Sonra mənə böhtan... Deməli, bu indiki həyat yoldaşını köçürtdünüz o evə da. Gedib orada yaşayırdım bəs nə? Bəli, hə. Xahiş edirəm, mən deməli belə oldu. Bunlar bir də mənə dedilər ki, mən işə studiyaya gedirdim. Özdə dövlət səviyyəli, mən yüksək dövlət səviyyəli hadisələr çəkilişində iştirak edirəm mən. Eləyirdim. Sonra şimdi pensiyadayım. Sönkaya getmə, çəkilişə getməliyəm. İşə gəlirəm, görürəm sahə müvəkkili studiyanın qabağında, iş yoldaşımla bir yerdə. Ki, gəl sən axtarışdasan. Nəyəsə oturdu, mənim maşına apardı hissəyə. Müstəntiq mənə dedi ki, sən axtarışdasan. Dedim, kişi, nə axtarışdayım?
sahə müvəkkili mənim İndi telefonuma mənim, zəng bizim edib. vaxtımız bu bir dəqiqə üzr istəyirəm, ağsaqqal. Mən təşəkkür edirəm ki, siz gəldiniz. Daha doğrusu müraciət elədiniz. Biz sizin müraciətinizi dəyərləndirdik. Bu keçmişdə olan şeydir. Yəni neçə illər, bu 20 il, 30 il bundan qabaq olan məsələlərdir. Bunu indi təzədən bizim vaxtımız yoxdur bunları araşdıraq. Demək, sizin bizdən istədiyiniz odur ki, sizin gözünüzün əməliyyat olması biz sizə kömək eləyək. Hə. Mən mənzilimi söksünlər, gedim evimi düzəldim, gedim əməliyyata. Çünki orada yaşayan mən mümkündür, o təmizlik yox. İndi mənzili kim söksün? Mənzili sökülməsi planlandı, şəhər salma. Planlandı, təbii ki, onu biz eləyə bilməliyiz. Amma hər halda, bayaq mən qəribçiliyə sağlar. İndi sökülməyib da ora hələ. Yox, sökülməyib. İndi sökəndə pul verəcəklər sizə. İnşallah, gözləyir. Bu ay mən əməliyyata getməliyim. Başa düşürəm da, mən yenə müraciət edilsin əməliyyata. Onu indi ki, biz deyək, kimə deyək ki, buna söyüb, buna pul verək. Mən buna görə gəlmişdim bura. Aydındır və bəli. Mən bayaqlar sizə bu xəstəliklərlə bağlı istədim. Bilirsiniz ki, həmişə mən burada olanda müəyyən insanlar var ki, bizə müraciət edirlər. Biz onlara bacardığımız qədər kömək edirik də. Axır vaxtlarda görürsünüz ki, dializ xəstəsi ilə olan xəstələr bizə daha çox müraciət edirlər. Elgiz müəllim, mən əvvəl yaxşı xəbərdən danışım, sonra bir başqa keçid alım başqa bir xəbərə. Biz o ki, gənci görürsünüz də gəlmişlər. Yadınızda da o gələn günlər bizə necə yaxınlaşmışdılar. Bu iki gənc, bəli. Tamam başqa fikirlə gəlmişlər də, yəni ki, evdə dolanışıq pis idi, bir-biri ilə yola getmirdilər. Amma bizim tibb işçilərimizin sayəsində bu iki uşaqda olan infeksiyalar aşkarlandı və çox sağ olsun Mehriban xanım ilk müalicəni Mehriban xanım boynuna götürdü, ikinci müalicəni Samirə xanım boynuna götürdü, üçüncü müalicənin xərcini Manaf müəllim verdi. Çox sağ olsun. Birinci onlara minnətdarlığımı bildirmək istəyirəm də bizim incəsənət işçilərimizə ki, bu iki gəncin ən azından gələcəkdə dünyaya gələcək uşaqlarının təməlini artıq biz qənaətbəxş hiss edilir də. Yəni ki, bu uşaqlar sağlam dünyaya gələcək. Hansı ki, əgərləri bu qızımız bura müraciət etməsəydi, bilmək olmazdı ki, sonradan bunun başına nə ola bilərdi? Yəni, uşaq necə dünyaya gələ bilərdi? Hansı xəstəliklər bunları gözləyirdi? Yəni, sağ olsunlar ki, müraciət ediblər. Bu da sizin verilişinizin gözəlliyi bundadır ki, insanlar sizə inanıb gəlirlər, bizə müraciət edir və biz bunlarda ağıllarına gəlməyə dərəcədə xəstəlikləri aşkarlayırıq və müalicə edirik. İndi əsas sözüm nəyə gəlib? Bu günləri Güneli mən özüm bura dəvət eləmişəm. Güneli? Bəli. Günel bura gələndə Elgiz müəllim gəlmişdi ki, mənim zobum var. Halbuki bizim həkimlər aşkarladılar ki, onda olan zob əməliyyat lazım deyil. Sən demə, bu qızın tamam başqa bir xəstəliyi var. Zob deyilmiş bunda. Yox, zob var, amma o dərəcədə buna ziyan veriləcək dördü. Əksinə, bunda elə bir xəstəlik var ki, o xəstəliyi bunu sabahın dializ xəstəlisi eləyə bilər. Əgər bu günləri bu qızda həmən o infeksiyalar müalicə olunmasa, ağlama Günel. Sabahları bu xanım gəlib bizdə börək əməliyyatını bizdən xahiş edəcək. Ona görə mən Mehram xanına dedim, özüm də çalışacağım. Çünki bizim Dəri Zöhrəvi dispanser o qızı öz öhdəliyinə götürüb müalicə, amma müəyyən mənada dərman preparatları ilə o qıza kömək eləmək lazımdır. Yəni, sözümün canı nə deyil Elgiz müəllim? İnsanlar müraciət edəndə bir dərdlə İkinci bir dərdi bizim səhiyyə işçilərimiz aşkarlayır və çox sağ olsunlar bizim burada əyləşən ekspertlərimiz ki, əl tuturlar, onları bu quyudan çıxardırlar da. Yəni ki, bu kömək olurlar onlara. Mümkünsə, Mehribanlıcı mən danışa bilmirəm, Mehriban sən. İcazə versənsə, mən belə bir şey deyəcəm. Təbii ki, qızım məndən incisə də, inciməsə də mən bunu deyəcəm. Mən buradan isə onun hacı dayısına müraciət edirəm ki, hacılıq burada olmalıdır, gedib orada yox. Və onun da mən bilirəm ki, hacı dostları yəqin ki, çoxdur. Mənim xətrimə, əgər bu qızın yaşamasına, gəncdir hələ, indidən böyrəkləri də artıq çox pis vəziyyətdədir, mənim xətrimə, əybi yox, istəmirsiniz, danışmırsınız, heç də demir, gəl, mənim telefon nömrəm sizdə var, gəlin, mən tərəfdən kömək eləyək, onlara yaxın getmək istəmirsiniz. Mən sizdən çox xahiş edirəm.
Çünki biz o qədər insanlara, yəni burada müraciət, Azərbaycan xalqı sağ olsun, bizə dəstək olan insanlar sağ olsun, istər kişili, qadını, fərqi yoxdur. Çox insanlar bizim müraciətimizi eşidib, biz insanlara kömək, bizim vasitəsimizlə başlasın və kanalın rəhbərliyi başlamaq, bizim vasitətimizlə çox insanlara biz burada kömək eləmişik. Yəni ki, mən sənət adamıyam, bir çoxumuz burada sənət adamıyam. Yəni biz cüzi bir maaş ala-ala, haradası bir dərmana bir köməyimiz yetirsə, o qədər insanlar var ki, valla bilmirlər pulu hara xərcəsinlər. Aydındır, aydındır. Mehriban xanım, təşəkkür edirik. Reklamlar ayıracaq, reklamlardan sonra özündən neçə yaş, 50 yaş